Bugün futbol üzrə UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək. Həlledici mərhələdə İngiltərənin Arsenal klubu Fransanın PSG komandası ilə qarşılaşacaq. Bu axşam futbol azarkeşi qitənin ən nüfuzlu klub turnirində böyük bir təzadın şahidi olacaq. Bir tərəfdən bu kuboku daha əvvəl başı üzərinə qaldırmış və növbəti zəfərini hədəfləyən Paris Saint-Germain, digər tərəfdən isə bu titula hələ də həsrət qalan London klubu var. Topçular bu vaxta qədər ki yeganə final görüşündə Barcelona klubuna məğlub olaraq titulu əldən veriblər. 2006-cı ildə Parisdən məyus qayıdan London təmsilçisi bu dəfə tarix yazmaq niyyətindədir. Bütün futbol ictimaiyyətinin diqqətini bir yerə toplayacaq möhtəşəm finalı BBC Radio üçün şərh edəcək. İngiltərəli jurnalist John Murray Real TV-yə açıqlamasında bildirdi ki, o bu oyunu üslubların toqquşması adlandırır. Şərhçi düşünür ki, Arsenaldan fərqli olaraq PSG hücuma meyilli futbol oynayır. Topçuların güclü komanda olmasını dəfələrlə qeyd edən Murray Paris təmsilçisinin favorit olduğunu qeyd etdi. Arsenal çox möhkəm komandadır. Xüsusilə diqqət yetirməli olduğumuz bir mövqe var. Arsenalın sağ cinah müdafiəsi. Timber'in oynayıb oynamayacağı hələ də dəqiq deyil. Ben White isə ümumiyyətlə yoxdur. Ona görə də təcrübəsiz Mosquera orada oynayacaq. Onun qarşısında isə hazırda dünyanın ən yaxşılarından biri olan Kvaratskhelia var. Bəs favorit kimdir? Sözsüz ki, Paris Saint-Germain. Çünki onlar artıq bu yolu keçiblər. Cəmi bir il əvvəl möhtəşəm şəkildə kuboku qazanıblar. Arsenalın futbolçuları üçün isə bu tamamilə yeni bir səviyyədir. Yəqin ki, Paris Saint-Germain minimal fərqlə bəlkə də bir qol üstünlüklə qalib gələr. Gəlin görək statistika nə deyir? Tərəflər indiyədək 7 dəfə üz-üzə gəliblər. Bu oyunların üçündə Arsenal qələbə qazanıb. 2 görüş heç-heçə ilə nəticələnib. Qalan 2 maçda isə Fransa təmsilçisi qalib ayrılıb. Topların nisbətində də üstünlük London təmsilçisinin tərəfindədir. Qırmızı ağlar rəqib qapısından 13 dəfə qol keçiriblər. PSG kollektivi isə 8 dəfə fərqlənməyi bacarıb. Ölkəmizdə də hər iki komandanın çox saylı azarkeşləri var. Bəs görəsən onlar bu final barədə nə düşünür? Mən düşünürəm ki, Arsenal qələbə qazanacaq. Çünki Arsenal Çempionlar Liqası heç uduzmayıb. Ya bərabərə qalıb, ya da udub. Belə favorit komandamda Arsenaldır. İnşallah ki, qələbə qazanar. Məncə PSG daha uğurlu ola bilər. Çünki son axırıncı oyunda keçən illərin çempionu olmuşdu. Belə digər oyunlarına baxaraq nisbətən deyərəm ki, məncə PSG qalib gələcək. Çünki hücuma meyilli bir komandadır. Mənə görə qolu PSG-də Dembele ilə Kvaranə gözləyirəm. Yəni dəqiq hesab mənə görə 2-0 ola bilər. Çox möhtəşəm bir final oyunu gözləyirəm. Çünki PSG komandasında Ousmane Dembele kimi bir bacarıqlı bir oyunçu var. Arsenalda Gyökeres adında bir futbolçu var. O da çox gözəl oynayır. Məncə çox çəkişməli bir oyun olacaq. Mən düşünürəm ki, PSG qalib gələcək. Qolların birini mütləq məncə Ousmane Dembele vuracaq. Yenə dediyim kimi Kvaratskhelia var. O da çox möhtəşəm bir Gürcüstan oyunçusudur. Böyük ehtimalla 3-1 PSG qələbə. Finala qədər irəliləməyi bacaran iki kollektivdən yalnız birində itki var. İngiltərə Premyer Liqasının qalibinin heyətində Ben White oynamayacaq. Görüşü Almanyalı Daniel Zibert idarə edəcək. Avropanın ən yaxşı klub turnirinin 71-ci mövsümünün qalibi bu axşam müəyyənləşəcək. Qitənin ölkə çempionlarının aylarla davam edən mübarizəsinə bu axşam yekun vurulacaq. Budapeştdəki Puşkaş arenada reallaşacaq oyunun start fiti Bakı vaxtı ilə saat 20-də səsləndiriləcək. Macar əfsanəsi Ferenc Puşkaşın şərəfinə tikilən bu stadion tarixində ilk dəfə turnirin finalına ev sahibliyi edəcək və indi Avropanın ən böyük futbol səhnəsində son fit səslənməyə hazırlaşır. Bir mövsümün həyəcanı, göz yaşları, möhtəşəm qolları və tarix yazan anları Çempionlar Liqasının final gecəsində bir nöqtədə birləşəcək. Futbolun dili fərqli olsa da bu turnirin yaratdığı his hər yerdə eynidir. Kim kuboku başı üzərinə qaldıracaq, bunu isə zaman göstərəcək.